xoşuma gəlmədiyi açılış. Qəşəng enerjili bir açılış lazımdır buna. Nəysə. Xoruz pipiyinə oxşuyur. Hə, nəysə belə yaxşıdır. Yaxşıdır da. Aydın gün, like. Hə. Nəysə də yaxşıdır. Hər kəsə, ay çox indi də bağlı oldu. Hər kəsə salam, kanalıma, videoma xoş gəldiniz. Mən Zəhra. Xahiş eləyirəm, məni ateşi tutmayın. Mənim heç bir günahım yoxdur. Bütün günah, yəni telefonumdaydı. Uşaqlar, həqiqətən deyirəm ki, bilirəm, çox uzun müddətdir video atmıram. Bir dəqiqə, tez bunun işığını artırım. Həqiqətən bilirəm ki, uzun müddətdir video atmıram. Bunun səbəbi budur ki, telefonumun ekranını baxın bura qoyuram. Telefonumun ekranı bundan daha pis bir vəziyyətə gəldi. Yəni bu hələ əvvəl çəkilmiş bir şəkildir. Bundan hardasa bir 2-3 saat sonra mənim telefonumun ekranı bunun sonuna qədər qaralmağa başladı. Cömrə oldu, qaraldı. Yəni mesajlar gəlir, zənglər gəlir, amma əsla yəni telefonun ekranı izləmirdi. Bunun da səbəbi əlimdən düşdü telefon, elə oldu. 2 həftəyə yaxın mənim telefonum ustada qaldı. Sonra deyildi ki, bunun bəs orijinal ekranı lazımdır özünə. Orijinal ekranı da 105 manat idi. Dedilər ki, bəs orijinal olmayan, yəni fake olan ekranı da var. O 75 manatdır, amma bu orijinal ekranın gəlməyə uzun müddət çəkə bilər də. Mən dedim ki, nə çəksin, amma orijinal ekranı olsun da, sonradan donar eləyər, yəni belə. Ona görə gətirdik orijinal ekranını. O da biraz uzun müddət çəkdi, amma gətirdən kimi elə getdim, düzəltdirdim, verdim, götürdüm. Elə inanırsınız ki, 2-3 gün olar ki, mən telefonumu götürmüşəm. Sadəcə indi telefonumda bəzi şeylər vardı, onları düzəltdim, təzədən belə elədim. Nə qədər mesaj gəlmişdi, inanın ki, 999 plus mesaj gəlmişdi hətta bəlkə də. Ondan sonra mən bunu şey elədim, düzəltdim, indi belədir. Bəs uşaqlar, indi də video çəkirəm. Bu gün də dedim ki, video çəkim ayırım. Bir də ki, mən bilmirəm, digər videolarımda demişəm, deməmişəm. Bundan sonra bir plan qurmuşam. Birinci gün video çəkiliş günü olacaq. Hər birinci gün video çəkəcəm. İkinci gün bu videonu editləyəcəm. Üçüncü gün isə video kanalıma artıq yüklənəcək. Yəni hər üçüncü gün, hər həftənin üçüncü günü video kanala yüklənəcək. İnşallah Allahın köməyi ilə imtahanlarımı verim. Belə əsməyinə baxmayın bu arada, əlimi biraz olsa vuram dedi. İnşallah üniversitəyə girim, düzəldim, şey eləyəcəm uca. Nədir bu? Həftədə 2 dəfə video falan atacam da. Ona görə. Prosta indi hazırlaşıb eləyirəm deyə bir dənə sadəcə video atmağa vaxtım olur da. Başqa video atmağa vaxtım olmur. Neysə belə yəni. Mən də sizdən sonra burada çox darıxmışam. Sizdən sonra dəhşət darıxmışam. Bu video falan çəkməyə o qədər çox darıxmışam ki, bu hissdən sonra çox möhtəşəmdir. Burada telefonumda o qədər lazımsız videolar var, onların hamısını da bir-bir silməliyim. Neysə, bu 3 dəqiqəlik girişdən sonra artıq məncə bir videonu bitirək. Bu arada bu bacımız tədbirlərdə. Məktəb açılan ancaq tədbirlərdə iştirak eləyirəm, təqdimatlar hazırlayıram. Çox gözəldir, çox gözəldir. Və dərslərimi də maşallah çatdırıram ya, maşallah belə. Neysə uşaqlar, yəni belə. Bu arada siz görməyəli mənim masamın üstü, yəni eyni qalıb. Amma indi gəlin göstəreyim. Görməyəli, burada not kağızlar biraz artmış ola bilər və burada belə şeylər, burada yəni bu qələmlərim azalıb, qələm almalıyam özümə. Siz görməyəli belə. Bu arada 2 dənə də yeni kitab almışam, indi onları da göstərəcəm. Tam-tamına bugün aldım bu arada. Buradakı 1 manatın fakirliyi. Amma sizdən sonra 3 dənə yeni kitab aldım bu arada. Deməli, məndə normalda Anar Sərifin bu kitabı var idi. Prosta baxın, məndə bunun köhnə nəşri idi də. Keçən almışdım özdə bunu. Yeni nəşr yazılıb. Baxın, bunun üçün yeni nəşr yazılıb. Bu köhnə nəşr deməkmiş. Yəni bu ilin köhnə nəşridir də. Amma bunun üstündə 2024-25-ci illər yazılıb deyə bunu almalıymışıq biz. Mən də bunu aldım, getdim. Üstündə bu arada ən başlarda məsələn bu aşağı dərslərdə, çox dəyişiklik yoxdur da, məsələn bu 2 baş dərslərdə. Amma həqiqətən aşağı dərslərdə falan, bu müharibələrdə zətdə, dünya müharibəsində çox dəyişiklik var, bayağı dəyişiklik var. Burada rənglərinin ikisinin arasındakı fərqlərə baxın. Biri açıq, biri bağlı. Amma ümumi tarix eyni, düz almışam yəni. Belə. Sonra
Bunu bu gün almışam. Tarixin birinci hissəsinin test toplusu. Bu da yeni nəşrdir. Məndə yenə bunun köhnə nəşri var idi. Artıq bu köhnə nəşrin üstündə işləyib gücləndirəcəm. Bunu da müəllimənin evə verdiyi tapşırıqları yazacağam. Burada kitabxanaya falan gedəcəyik sizlə bir yerdə inşallah. Bir də uşaqlar, bu Xəyali Əhmədin mən sizə garanti verə bilərəm ki, bunu müəlliməm də garanti verir. Mən sizə garanti verə bilərəm ki, bu 3-cü və 2-ci qrupa hazırlaşan uşaqlar Xəyali Əhmədinin testini başdan aşağı dərsləri, mövzuları oxuyaraq yazan uşaq, ən yaxşı oxuyan uşaq %100 nəticə yazacaq imtahanına. Orta oxuyan uşaq 80 yazar, zəif oxuyan uşaq da 60% yazacaq, görəcəksiniz. Amma həqiqətən çox möhtəşəm kitabdır. Düz çətin kitabdır, yəni qəşəng kitabdır. Qiymətlərini bu arada deyim. Anar Səyevin bu arada yeni nəşrində heç bir qiymət dəyişikliyi olmayıb, elə 12 manat 50 qəpik ilə. Tarixin birinci söz toplusunun qiymətində də dəyişiklik yoxdur. Elə bu da 8 manatdır, gördüyünüz kimi. Amma Xəyali Əhmədli biraz baha kitabdır, 19 manatdır. Sizin bu bacınız keçən dəfə OTK-nın sınağına getdim. 5 oktyabrda olan sınağa getdim. Razıyammı? Razıyam əslində. Qəşəng sınağı idi. Azərbaycan dilini çox gözəl yazmışlar. Mən Azərbaycan dilindən 28 düz falan yazdım, yəni. Riyaziyyatdan çox zəif yazdım. Riyaziyyatımı gücləndirməliyəm mütləq bir şəkildə. 11 düz nə deməkdir riyaziyyatdan? Mütləq bir formada riyaziyyatımı gücləndirməliyəm. Və riyaziyyatdan o qədər dəqiq, yəni diqqətsiz səhvlər eləmişəm, o qədər. Prosta ki, riyaziyyat çətin salmışlar. Güvənə görə riyaziyyat çox çətin idi bu arada. Güvənin suallarına baxdım. Mən o güvənin suallarında 22-25 azı, hətta 25 belə tamamlayardım. Düşünün o dərəcə. Qəbul eləmirdim. İngilis dilinin qrammatikası da, readingi də, listeningi də qəbulun tipinə uyğun deyildi, ay bala. Qəbulun tipinə uyğun düşməmişdim. Mən ingilis dilini qəbul eləmirəm. Baxın, ingilis dilində gətirib salıblar. Yəni, yaxşı deyil idi. İngilis dilinin güvəndən daha qəşəng düşmüşdü ingilis dili. Mən güvəni daha çox sevdim. 26 bloka gedəcəm bu arada. Sınaq kimi blok gələcək. Amma gələn ayın buraxılışında güvənə gedəcəm. Güvən qəşəng idi. Güvənin suallarına baxdım, çox gözəl idi. Azərbaycan dilinin suallarına baxmamışam açığı. Amma ingilis dilinin sualları çox qəşəng düşmüşdü. Riyaziyyatın belə suallar. Riyaziyyatın sualları hamısında adı var. Riyaziyyat sualları çox gözəl düşmüşdü mənim içimcə. Amma kim siz Allah buna baxın, siz Allah. Mətin düzdür. Belə də yəni, nədir də bu? Qəbul eləmirəm. Bu sınağı qəbul eləmirəm. Mən bu uşaqların, biz magistr imtahanı vermirik. Biz sadəcə qəbul imtahanı və blok imtahanı veririk. Qəbul imtahanı və blok imtahanı eyni şeydir Zəhra. Buraxılış imtahanı və blok imtahanı verir. Bu buraxılış imtahanıdır hələ. Gedim görüm OTK-nın o bir imtahanı necədir, bloku. Blokunu da bəyənməsəm, gələn aydan hədəfə gedəcəm. Burada hədəfim blok imtahanı müəllimlərin dediyinə görə yaxşı olur. Bilmirəm, gedəcəm baxacam, görüm necədir. Mən qəbul edirəm açıq OTK-nı. OTK-nın buraxılışını çətin sablar. Qəbul uyğun deyil şəxsən buraxılışa. Mən buraxılışını çox bəyənmədim açıq, belə də. Bəyəndiyim tək şey buraxılışdan Azərbaycan dili olmuşdu. Azərbaycan dili qəbul tipinə görə salmışlar mənim fikrimcə. Azərbaycan dili möhtəşəm düşmüşdü. Hə, burada ingilis dilini nəticəm deyim. Reading listeningi bilmirəm, yoxlamamışam açığı, amma qapalı qrammatikadan 16 sualdan 13-ünü vurmuşam. Yəni, həqiqətən ingilis dilinin səviyyəsinə görə çox gözəl yazmışam. Maraqlananlar üçün də, yəni mən 11-ci sinif olduğuma görə 11-ci yerinə getmişdim. Çox gözəl idi. Hə, biz bu arada mən normal yoxlayanda 12 düz yazmışam da, 12 düz yazmışam. Amma gəldim şeyə baxanda kodlaşdırmamın axı bəzi yarı balım çıxıb. Qapalarımın cavabı çıxıblar. Gəldim gördüm blok kodlaşdırmada birini sürüşdürüb səhvən düz yazıb qız. 13 düz götürüblər. Ona görə 13 düz deyirəm. Yeni kitab olanda o qədər sevinirəm, o qədər həvəslənirəm ki, çox möhtəşəm.
bunun sifəti. Burada da qalanı. Və 250 sınaq Nərgis Nəcəfdən bitirdim. Rus Nərgis Nəcəf çəkmədim, çox olar deyə bu video. Çünki Azərbaycan nəriyyəcək. Listeninge mən birini yazdım. Sonra sıxıldım, keçdim testə. Bitirdim sifəti. Sifət bitdi. Mən bir şey elədim. Mən dünənləri yatdım qaldım. Əməlli yatdım qaldım da, amma həqiqətən dərs üstündə gecə yarısı yatdım qaldım. Səhər bir də səhər deyəndə saat 4-5 idi. Mamam durdu, gəldi, məni stolun üstündə oyatdı ki, bəs dur gəl yerində yat da. Mən də səhər 4-5 idi, dedim da nəyə gəlib yatıram da. Durdum, biraz yoga elədim, sonra biraz yenə təkrara qayıtdım dərsdən falan. Səhərsi günü yenə də hazırlaşdım, durdum, getdim hazırlama. Və mən dünənləri video çəkməyi ingilisinin testinə qədər çəkdim. Listening readingimi bitirdim, essemi də bitirdim. Sadəcə sözləri əzbərləyə bilmədim. Sözləri səhər durdum əzbərlədim zaten. Yatıb qaldığıma görə. Artıq göstərməyim ehtiyac yoxdur. Yenə və yenə kofe içirik. Yenə kofe içəcəm. Bir də ki, bu gün fərqli bir şey eləyərək özümə jelibon almışam. Jelibondan kofemi eləyəcəm. Bəyə uşaqlar, o zaman let's go deyib başlayaq dərslərə və saçımı yığacam. Prosto tokamı axtarıram. Gedim tez tokamı tapım gəlim. Saçımızı yığaq. Sonra da keçək dərslərə. Bir dəqiqə. Süren bir riyaziyyatdan sonra bir tost hak ettiğimi düşündüm. Ona göre gedirəm indi tost pişirməyə. Gələk tost pişirək indi.
keçdim şeyə. Tarixdən testlərini yazmağa. Bu yeni test topusundan. Ərəb xilafatının buradan testini yazacağım. Və bu da bir də möhkəmləndirmək üçün tarixin köhnə test topusundan bir dəfə də işləyəcəm üstündə. Onu özüm üçün əlavə. Bir də yenə möhkəmləndirmək üçün analiz Tayevin birinci hissəsindən də işləyəcəm. Yəni ərəb xilafatını. Sonra Xəyali Əhmədliyə baxacağım. Xəyali Əhməddən də işləməli olacağım. Çox güman ki. Sonra birinci bundan, sonra Xəyali Əhmədlidən, sonra da birinci isə test topusundan köhnədən işləyəcəm. Bir də analiz Tayevin köhnəsindən işləyəcəm. Möhkəmləndirmək üçün, yəni 4 dənə test işləyəcəyik. 4 kitab test işləyəcəyik daha doğrusu. Görək necə olur. Buradan azdır zaten. Sualları o qədər çox salmırlar. Çünki ərəb xilafatı özü az bir mövzudur. Az bir mövzudan çox bir test çıxacağını zənn eləmirəm. Ona görə 36 sualdır. Hani bu. Deyib, bura qədərdir. Bura qədərdir. Prosta xəritəni çox veriblər. Mən xəritədən heç çox pisəm. Hətta xəritəni heç bilmirəm desəm yeridir. Xahiş edirəm şərhlərdə kim xəritəni çox asan bir formada başa düşürsə, mənə məsləhət verə bilər. Çünki mən xəritələri əsla öyrənə bilmirəm də. Yəni xəritəni kim necə öyrənirsə, üsullarını desinlər, mən də o formada öyrənim. Biraz səhvlərim çox çıxıb bu arada havaya baxıram.
Hava açıldı və mən qrup hazırlaşıram. Məktəbə gedəcəm çünki. Tarixdən bu qədər işləyə bildim açsa. Yəni əslində məncə yaxşı gəldim. Çox yaxşı gəldim hətta. Çünki yəni bir köhnə test toplu. Bu bunun üstünə yazmağımın səbəbi budur ki, mən yəni bu köhnə test toplusudur. Bir də yeni test toplum hanı? Hər yeni test toplum buradadır. Biz artıq yeni test toplusundan işləyirik deyə də buna ehtiyac qalmayıb. Bunu da mən istəmirəm də bu boşa getsin. Bunu da nədə bu? Şey formasında, yəni bunun üstündə işləyirəm. Yəni məsələn ərəb xilafətini öyrəndim. Üstündən hardasa bir həftə falan keçir həmin dərsi. Sonra bunu təzədən təkrar üçün bunun üstündə işləyirəm. Həm də Xəyali Əhmədin falan da var, Anar Sayev də var. İndi onların da Anar Sayevin də üstündə işləyəcəm. Çünki Anar Sayev də təzəsini alacağam. Belə təkrar qayıtıram yəni. Hər birinizi çox öpürəm. Yaxşı ki varsınız. Bugünlük videomuz bura qədər idi. Bilirəm uzun müddət idi yox idim, yenə də deyirəm. 11-ci sinifdən məni qınamayın, inanın ki, tədbirlər, məktəb, hazırlıq o qədər çox işim olur ki, əsla bir şey çatdırır. Yemək belə bəzən unuduram da, yəni. Belə, hər birinizi çox sevirəm, həqiqətən yaxşı ki varsınız. Mənim motivasiya qaynağım, mənim dəstək yerim, mənim motivasiya mənbəyim sizsiniz həqiqətən də. Hər birinizi ayrı-ayrılıqda çox sevirəm. Gözəldir bu arada şərhləriniz, yorumlarınız. Gələn dəfə çox güman ki, yorum videosu çəkəcəm. Çünki uzun zamandır belə uzun yorumlara durub baxmaq istəyirdim. O yorumlara da baxacağam. Hər birinizi çoxlu öpürəm həqiqətən. Özünüzə yaxşı baxın. Hər birinizə uğurlar arzulayıram. Əsla motivasiyadan düşməyin. Əsla. Baxın, mənim də olub düzdür. Amma yəni yenə də özümü qaldırmışam. Yenə də məcbur qalxmağıma. Çünki son ilimizdə 11-ci sinifdə son ilimizdir və yəni gələn ilin bu zamanlarında biz artıq universitetdə oxuyub yaxşı ki o vaxt o əziyyəti çəkmişik ki, indi daha çox əziyyət çəkirik. Çünki uşaqların hamısı ki universitet daha çətin olur. Nəysə, heç olmaz. Əsas o ki ailəmiz bizimlə baxıb fəxr eləsin. Əsas da biz özümüzə baxıb fəxr eləyib qürur duyaq. Hər birinizi çoxlu öpürəm. Sağ olun, özünüzə yaxşı baxın.